Zob xəstəliyinin ümumiyyətlə müasir tibbdə ən effektiv müalicəsi bəs nədir? Yəni daha çox hansı yöntəmlərlə müalicə edirsiniz? Qeyd etdiyim kimi zob xəstəlikləri müxtəlifdir. Hansı ki, tiroid vəzin çatışmazlığı gedən xəstəliklərində əvəzedici terapiyadır, olmayan hormonu yerinə qoyuruq. Bu müvəqqəti və yaxud ömürlük ola bilər. Hansı ki, zəhərli zob dediyimiz tiroid hormonu artıqlıqla gedən xəstəliklərdə burada tiroid hormonunu bloklayan müalicələrdən istifadə edirik. Ehtiyac olarsa bu effektiv olmazsa radioaktiv yod müalicəsindən istifadə edirik və yaxud cərrahi əməliyyatdan istifadə edirik. Eyni zamanda tiroid nodulları baxdıq, bəd xəstəliyi oldu və yaxud şübhə oldu. Bu zamanda biz tiroid vəzin tiroidektomiya dediyimiz çıxarılması, xaric edilməsini icra edirik və yaxud heç bir xərçəng deyil. Qalxanvari vəzi sadəcə o qədər böyükdür ki, istir endemik olsun və yaxud başqa səbəbdən difuz toksikurdan traxeyanı sıxır, xəstəni narahat edir. Bu zamanda cərrahi əməliyyatla vəzini xaric etməkdən ibarətdir müalicəmiz. Yəni fərqli xəstəliklərdə fərqli şəkildə yanaşmadan.